Salam əziz şagirdlər. Bugünkü dərsimiz natural ədədlərdir. Natural ədədlər dedikdə sayma nəticəsində yaranan ədədlər mənasını verir. Yəni, məsələn, biz sinifdəki şagirdlərin sayını sayırıqsa, biz sıfırdan başlaya bilmərik. 1, 2, 3, 4, 5 belə sayaraq gedirik. Demək, natural ədədlər sayma nəticəsində yaranan ədədlər. Demək, natural ədədlər böyük N hərfi ilə işarə olunur. N daxildir. Demək, birdən başlayır, müsbət sonsuzluğa qədər davam edir. Ona görə ən kiçik natural ədəd 1-dir. Ən böyük natural ədəd isə yoxdur. Yəni, natural ədədlər sonsuz saydadır. İndi isə danışaq nədən? Biz natural ədədlər dedik, amma əvvəla öyrənək ki, ədədlər rəqəmlərdən yaranır. Bizim 10 dənə rəqəmimiz var. Demək, rəqəmlərimiz 0-dan başlayır 9-a kimidir. Demək, bizim 10 rəqəmimiz var. Həmin bu rəqəmlər vasitəsilə biz ədədləri yaradırıq. O zaman ədəd deyəndə, ədədlər, yəni A, B üstü xət, A, B, C üstü xət, yəni 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli və s. Bu formada davam edir. Bəs ədədləri dedik A, B, A, B, C və s. Yəni bu 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli ədədləri ki yaradırıq. Bəs biz bunlarda ümumi şəklini də deməliyik sizə. Demək, natural ədədlərin ümumi şəkli deyəndə, yəni AB üstü xət bərabərdir 10A üstə gəlinsin B. Demək, mən bunu biraz aşağı alacağım ki, burada yazaq natural ədədlərin ümumi şəkli. Ümumi şəkli. Demək, əvvəla dedik nə? AB bərabərdir 10-a üstə gəl B. Yəni, bura təklikdir, bura onluq. Onluqca 10-a üstə gəl təkliksə sadəcə B. Və yaxud da A, B, C. O zaman olacaq nə? Bax, təklik onu yüzlük, yəni 100-a. Onluğa B dedik, 10B plus C. Və yaxud da A, B, C, D desək, o zaman bu olacaq. Təklik onu yüzlük minlik, yəni 1000A, 100B, 10C plus D. Bu formada biz natural ədədlərin ümumi şəklini yazırıq. Bəs natural ədədlər bir neçə sahəyə görə iki yerə bölünür. Bunlardan ilki nədir? Tək ədədlər və cüt ədədlər anlayışı. Demək, yazaq tək ədədlər. Demək, tək ədədlər ümumi şəklini qeyd edirik əvvəlcə. Ümumi şəkli 2n-1'dir. Demək, 2n-1 tək ədədlərin ümumi şəklidir. Bəs sonu nə ilə bitənlər tək ədədlərdir? Sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlər. Ədədlərdir. Bura. Demək, keçdik bəs cüt ədədlərə. Demək, cüt ədədlər isə yazaq buradan sonu 2, yəni hətta 0-dan başlayaq. 0, 2, 4, 6 və 8 ilə bitən ədədlərdir. Bəs bunların ümumi şəkli nədir? Yazıram buradan. Ümumi şəkli 2n'dir. Bunu da belə haşiyəyə fərqli tonda alsaq daha yaxşı olar ki. Deyiləm. Aha. 2n və 2n-1. Biri tək, biri isə cüt ədədlərin ümumi şəklidir. Bəs tək və cüt ədədlərin ümumi şəkli haqqında danışdıqsa, indi gəlin ardıcıl tək, ardıcıl natural və ardıcıl cüt ədədləri bir-bir araşdıraq. Demək, ilk olaraq başlayaq ardıcıl natural ədədlər.
Demək ki, ardıcıl natural ədədlər deyəndə, yəni n plus 1, n plus 2, n plus 3, n plus 4 və s. formasında davam edən ədədlərdir. Yəni ardıcıl deyəndə 1, 2, 3, 4, 5 necə gedirsə, yəni 1-dən 2-yə keçən zaman 1 vahid artırırıq, 2-dən 3-ə yenə 1 vahid. Yəni burada 1 artır sadəcə. Bu oldu ardıcıl natural ədədlər. İndi isə deyək ardıcıl tək ədədlər. Ardıcıl tək deyəndə mən təki altından xətt çəkirəm. Yəni bura diqqət eləməliyik. Ardıcıl tək deyəndə başlayıb yazmalıyıq. 2n minus 1, 2n plus 1, 2n plus 3, 2n plus 5, 2n plus 7 və s. Bu formada davam edir. Yəni ola bilər ki, istəmirsiniz 2-yə çıx 1-dən başlamayın. Yəni bundan sonraki, yəni məsələn deyəcəklər ki, ardıcıl 3 ardıcıl tək ədədin cəmi məsələn 211 ya da 123-dür və s. Desələr, siz məsələn bu 3-ü ya da ki, məsələn biri bu, bir də bu. Demək bu üçünü toplasaz bərabər eləyəcəksiniz həmin o deyilən ədədə və oradan n-i tapacaqsınız. Sonra da n-i gətirib 2-yə vurub 1 çıxmalısınız bir dəfə 2-yə vurub üstünə 1 gəlməlisiniz, bir dəfə də 2-yə vurub üstünə 3 gəlməlisiniz. Və nəhayətində hansı 3 dənə ardıcıl tək ədədin cəminin həmin cavab alındığını rahatlıqla tapacaqsınız. İndi isə keçək ardıcıl cüt ədədlərə. Ardıcıl cüt ədədlərimiz isə 2n, 2n plus 2, 2n plus 4, 2n plus 6, 2n plus 8 və s. Bu formada davam edirsə, bunlar isə o zaman olur ardıcıl cüt ədədlər. İndi isə gəlin danışaq nədə? Əvvəla bir şey sizə xatırladım ki, yuxarıda yazmamışam, onu indi deyim. 0 natural ədəd deyil. Natural ədəd deyil. Əvvəla bunu yaxşıca bilək. Nəyə görə? Biz dedik ki, sayma nəticəsində yaranan ədədlər natural idi. Biz də 0-dan başlayıb heç nəyə saymırıq ki. Ona görə 0 natural ədəd deyil. Ona görə bunu qəşəngcə yadda saxlayırsınız. Daha sonra düzü yazmaq istəmirəm. Sadəcə bunu şifahi sizə bildirəcəm. Çünki nədir o demək istədiyim? Tapşırıqlarda çox vaxt təkliflər verilir. Deyir, tək ədədin cəmi, nə bilim, tək eləyir, cüt eləyir və s. Belə tipli tapşırıqların nə qayda kitabından, nə də mənim yazmaqla əzbərləməyinizi istəmirəm. Daha çox şifahi yerinə rəqəmlər qoymaqla edə bilərsiniz. Və yaxud da, yəni belə deyək də, deyilmi tək ədədlə tək ədədin cəmi nədir? Özündən bir nümunə denə. Bir olsun 1, bu da olsun 3. Cəmi neçə ədəddir? 4. Demək 4 necə ədəddir? Cüt. Düzdürmü? Yazaq buradan cüt. Yəni bu formada bunları özünüz yerinə rəqəm qoyaraq da rahat hesablaya biləcəksiniz. Ona görə mən bu tipli sualları sizin tapmanızı istəyirəm. Yəni bunu qayda kimi əzbərləməyiniz məncə çox yersizdir. Yəni boş-boşuna beyninizdə bu qədər informasiyanı əzbər kimi saxlamaq lazım deyil. Bəs bir də belə bir şey olur. Məsələn deyir ki, A cüt olsun. A cüt olarsa deyil, məsələn, variantlardan hansını da A-nın aparıb yerinə bu qiyməti qoysan, cavab cüt eləyər. Nümunələrdə belə bir şey var. 2n çıx 1, 2a deyək də. Sonra 2 vur A-nın kvadratı üstə gəl 3, 2 vur A-nın kvadratı üstə gəl 4 və s. İndi bu formada verirsə, siz aparıb yerinə həm də ən aşağıdan götürək də. Həmişə tək və cüt deyəndə gəlin təkə 1, cütə 2 götürək. Çox böyüyə getməyin. Yəni çox böyüyə qalsa nə var? Durub deyərəm 1000. Sonra mən niyə 1000-in kvadratını tapıb? Niyə 2-yə vurub sonra da üstünə 3 ya da 4 gəlim? Niyə o qədər özümüzə əziyyət verək? Ən sadədən 1, 2 belə xırda rəqəmlərlə başlayaq. A-mız olsun özümüzdən A 2. O zaman yerinə qoyuram. 2 vur 2 çıx 1, yəni 3. Daha sonra 2 vur 2'nin kvadratı üstə gəl 3. Yəni 2'nin kvadratı 4, 4'ü 2'ye vuram 8, 8 üstünə 3 eləyir 11. Və yaxud da yenə 2 vur 2'nin kvadratı plus 4. Baxıram ki 8 üstünə də 4 gələndə 12. Məndən də şərtdə yəqin ki A cüt olarsa, cavab da cüt olsa desə bunu seçərəm.
Amma A, yəni bunu 12-ni deyəndə, yəni bunu seçərəm də variantlardan. Yo, deyirsə A cüt olsun, amma cavab tək olsun. Yəqin ki, bu ikisini də eyni suallarda verməzlər. Fərqli-fərqli suallarda verirlər. O zaman həmin ilk 2 dənədən birini seçməliyəm. Yəni bunu da yerinə qiymətlər qoyaraq rahatlıqla tapa bilərik. Daha sonra xırda şeylərdən biri də var ki, məsələn, suallar verilir. Sadə sual dəstəsində deyir, hansısa ədəd verir. Məsələn, 5432 deyir, burada neçə təklik var? Neçə təklik soruşursa, elə deyin ki, ox qoyuram, yazın 5432 təkliyim var. Yox, 5432-də deyir, neçə onluq var? Neçə onluq deyəndə uşaqlar, onluğun, yəni onluq 10 deməkdir də. Onun bir dənə sıfırı varmı? O zaman bir dənə, ən sondan sondan bir dənə rəqəm üstə xətt çəkirəm, yazdım 543 dənə onluq var demək. Daha sonra təzədən yazıram 5432-ni. İndi düşünün ki, mənə deyirlər neçə yüzlük var? Yüzlüklərin sayını soruşurlar. Əvvəla 100-ü, burada 100 yazıram. 100-ün 2 dənə sıfırı var. O zaman sondan 2 dənə ədəd, hətta rəqəm silməliyəm. O zaman bu olacaq 54 yüzlüyümüz var. Yenə ədədi köçürdürəm. 5432. İndi isə deyirəm ki, bunun minliyi, neçə minliyim var burada? Onu soruşuram. Minin 3 dənə sıfırı var deyə, o zaman sondan önə doğru 1, 2, 3 dənəsini silirəm. Demək, 5 dənə milliyimiz var. Bu formada sualları da sıfırların sayı qədər sondan ədədlərin üstünə xətt çəkirik və geri qalan isə bizim onluq, yüzlük, minliyimiz olmuş olur. İndi isə natural ədədlərin yuvarlaqlaşdırılması haqqında danışım. Yuvarlaqlaşdırma. Demək, yuvarlaqlaşdırma deyəndə nə edirik? İstənilən bir ədəd götürürəm. Məsələn, yenə 5432, o bu dəfə də 82 olsun. Demək, hansı ədədi ki, hansı mərtəbə vahidinə qədər yuvarlaqlaşdırmamızı istəyirsə, məsələn, desə onluqlara qədər. Onluqlara qədər. Yuvarlaqlaşdır desə, o zaman baxıram. Baxın, burada təklik, onluq. Onluğun altına xətt çəkirəm. Və baxıram ki, sağdakı ədəd, yəni bunu şifahi sözlə deyəcəm, siz qayda kimi qeyd edirsiniz. Demək, qayda belədir ki, yuvarlaqlaşdıracağımız həmin o mərtəbədən sağda yerləşən ədəd 0, 1, 2, 3, 4 olarsa, yəni onu burada qayda kimi qeyd edəcəm. 0, 1, 2, 3 və 4 olarsa, həmin bu mərtəbə var, yəni bura, buradan söhbət gedir. Bir vahid artmır, yəni olduğu kimi qalır. Olarsa olduğu kimi qalır. Sağdakı ədəd, sağdakı rəqəmlərin sayı qədər, belə deyək, rəqəmlərin sayı qədər 0 yazılır. 0 yazılır. İndi gəlin baxaq, onluqlara qədər dedi. Baxıram ki, 2, yəni bu kateqoriyaya daxildir. Ona görə bir onluq vermir. Sadəcə yuvarlaqlaşdıranda elə 548 qalır. Sağdakı 2-nin əvəzinə bir 0 əlavə olunur. İndi gəlin biz bunu yuvarlaqlaşdıraq. Yüzlüklərə qədər yazıram, yüzlüklərə. Yüzlüklərə qədər deyəndə yenə 5482-ni yazıram. İndi isə gəlin baxaq. Bax, təklik, onluq, yüzlük. Yüzlüyüm 4-dür. Amma 4-dən sonraki ədəd nədir? 8-dir. 8-ə baxıram. 8 artıq qaydada belədir. 5, 6, 7, 8 və 9 olarsa, yəni həmin mərtəbə vahidindən sağdakı ədəd. Yəni bu ədədlərdən biri olarsa, o zaman yuvarlaqlaşdıracağımız mərtəbə vahidinə kimi ədəd mərtəbə vahidi bir vahid artır. Sağdakı yenə rəqəmlərin sayı qədər 0 yazılır.
sayı qədər 0 yazılır. İndi gəlin bu nümunəyə baxaq. Demək, artıq burada yuvarlaqlaşdıracağımız ədəd bu da 54 idi, düzdürmü? Sağında 8 yerləşir. Sonrakına baxmırıq ha. Sadəcə həmin altına xətt çəkdiyimiz ədədin bir sonrakına baxırıq. Demək 8 o zaman böyükdür və yəni 5, 6, 7, 8, 9 kateqoriyasından da ona görə bir onluq artırıram. Yəni bir rəqəm artır, 54-ün üstünə olur 55. Burada sonra 1, 2 dənə rəqəm var və onların ikisinin əvəzinə 0 yazılır. Demək bu da oldu yüzlüklərə qədər yuvarlaqlaşdırma. Yəni bu formada biz yuvarlaqlaşdırma işini görəcəyik. Və bəzən uşaqların qarışdırdığı nədir? Nə zaman bir vahid artır, nə zaman yəni olduğu kimi qalır. Bunlar yəni o rəqəmləri qarışdırırlar ki, hansından sonra. Bunu da həmişə yadınızdadırmı bilmirəm. Çox vaxtı qeyd edəndə necə deyirəm sizə? Deyirəm məsələn düşünün ki, məktəbdə oxuyursunuz və aşağı siniflər var, yuxarı sinif var. Aşağı siniflər hansılardır? Məktəbə qədər, yəni sıfıra gedənlər. Sonra 1, 2, 3, 4-cü siniflər, düzdürmü? Bunlarda artım baş vermir. Yəni yuvarlaqlaşdıracağımız mərtəbə vahidi kimi olan həmin ədəd olduğu kimi qalır, sağdakı sıfıra çevrilir. Yox, yuxarı siniflər hansılardır? 5, 6, 7, 8, 9. Yəni buraxılışı nəzərdə tuturam, 10, 11-i yox. Demək 5, 6, 7, 8, 9. O zaman burada nə olur? Bir vahid artır, yenə sağdakılar sıfıra çevrilir. İndi isə sizə danışım. Daha çox uşaqların çox vaxt sərf etdiyi, amma əsasən çox rahat üsulu olan bir neçə misal üçün lazım olan vacib düsturlara. Bunlar nələrdir? İlk düsturumuz budur ki, yəni aralıqlarla verilən suallar olur və orada deyirlər neçə ədəd 3-ə bölünür, neçə ədəd 5-ə bölünür və s. Bu formada verirlər suallar. Bu zaman nə edəcəyik? Yəni bu daha çox ədədi silsilə ilə bağlı olan mövzudandır, amma naturalla əlaqəsi çoxdur ki, naturalda həmin bu suallardan var. İlk olaraq nədir? Sayın tapılması. Sayı tapmaq üçün n bərabərdir. A-n çıxılsın A1, bölünsün D, üzərinə gəlinsin 1 düsturu istifadə olur. Bu sayın tapılma düsturudur. Sayın tapılması. İndi burada biz nə edəcəyik? Bu nə deməkdir? Buradakı A-n sonuncu ədəd deməkdir. A1 birinci ədəddir. D artımın ardıcıllığıdır, yəni neçə artır və n isə yəni ki, ən sonda neçə ədədin olmağıdır. İndi məsələn burada bir nümunə düşünək. Deyirəm ki, 3-ə bölünən 2 rəqəmli ədədlərin sayını tapın. 2 rəqəmli natural ədədlərin sayını tapın. Mütləq şəkildə indi bilirəm ki, hələ mən yazıb bitirməmiş uşaqlar başlayırlar deməyə. 3, 6, 9 belə gedəcəklər və başlayıb sonra sayacaqlar. Özlərinə bu zülmü yaşadacaqlar. Amma nə etmək lazımdır? Əvvəla 2 rəqəmli deyir. 2 rəqəmlərdən ilk 3-ə bölünəni 12-dir. Sonra gəlsin bir dənə də yazım 15. Bitdi. Hələ ki bura kimi bəsdir. Ən sonuncu 3-ə bölünən 2 rəqəmli isə 99-dur. Əvvəla 3-ə bölünən deyirsə demək 3 artır. Yəni hər dəfə üzərinə 3 gəlməlidir. Bu formada davam edir. Demək üzərinə 3 gəlməyi D-mizi bildirir. Dedik axı artımı, neçə artımı. Yəni D 3-dür. Daha sonra A1-imiz, A1 yəni birinci həddir, budur 12-dir. Sonuncu həddimiz AN-dir, yəni 99-dur. Gəlin indi sayını tapaq. Sayımız da düsturdakı say sözü də n idi axı. Yəni n bərabərdir. AN yəni 99 çıxılsın A1 yəni 12 bölünsün D yəni 3 üstə gəlsin 1 və hesablama aparıram. 99-dan 12-sini çıxanda burada qaldı 87-si bölürəm 3-ə, üzərinə gəlirəm 1. 87-ni 3-ə böləndə demək 2 dəfə 29 üzərinə 1 gəlirəm və elədi 30. Demək 30 dənə 2 rəqəmli 3-ə bölünən 2 rəqəmli ədəd var. Yəni artıq hansılardır bizə heç də maraqlı deyil. Birincini bildim, axırıncını bildim, bəsimdir. Bundan hesabladım. Bəs indi sualı dəyişirəm. Düşünün ki, mən bunu bir kopyalayım.
Aha, indi suala baxaq. Sualda bəzi yerlərini siləcəm. Məsələn, ədədlərin sayı sözünü silirəm. Yazıram ki, cəmi. Burada olsun, cəmini tapın. Əgər bizə cəmi deyirsə uşaqlar, cəmi üçün də fərqli düsturumuz var. Əvvəlcə ona görə biraz aşağıdan yazdım ki, yuxarıda sizə yer qalsın. Yuxarıda düsturu yazıram. Düstur belədir. SN, yəni n-ci həddin cəmi sözünün mənasıdır. İlk n həddin cəmi və A1 üstə gəlinsin AN, bölünsün 2, vurulsun n. Buradakindən fərqli olaraq bayaqları çıxırdıq A-dən A1-i, burada isə toplayırıq, cəm deyir. Və indi gəlin hesablayaq. O zaman SN bərabər olacaq. SN də deməyək, çünki n-i tapmışam buradan 30, yəni S30 bərabərdir. A1'im. A1'im nə idi? 12. Üstə gəl. AN-im neçə idi? 99. Bölürəm 2'yə, vururam n. N neçə idi? 30'a. Bərabərdir. 12'nin üstünə 99 gələndə eləyir neçə? 111. Bölürəm 2'yə, vururam 30'a. İndi burada 2 ilə 30'u yığsar aparaq qalsın 15. O zaman burada bizə yekun cavab eləyəcək 1665. İndi isə diqqət eləyək nəyə? Bölünmə əlamətlərinə. Çünki bölünmə əlamətləri də vacibdir. Bunlar haqqında daha çox çalışacağım. Şifahi deyim. Bunları özünüzdə qeyd edirsiniz. Qayda kitablarınızda da var. Demək, bölünmə əlamətləri deyəndə ilk əvvəl başlayırıq 2'yə bölünmədən. Sonu bütün cütlə bitən ədədlərin hamısı 2'yə tam bölünür. Yəni sonu cütdürsə bu ədəd 2'yə bölünür. Cütlər hansılarıydı? Sonu 0, 2, 4, 6, 8'dən bitən ədədlər. 3'ə bölünmə əlamətləri. Rəqəmləri cəmi 3'ə bölünən ədədlərdir. Rəqəmləri toplayıram. Məsələn, düşünün ki, bu ədədin rəqəmlərini toplayıram. 1 üstünə 6, 7. 7'nin üstünə 6, 13. 13'ün də üstünə 5. Bu da elədi bizə 18. Artıq 18 baxırıq ki 3'ə bölünür. Demək bu həmin ədəd 3'ə tam bölünəcək. Daha sonra 4'ə bölünmə əlaməti. 4'ə bölünmə əlaməti necədir? Son 2 rəqəmi 0 olarsa, yaxud da son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4'ə bölünərsə, o zaman bu ədəd 4'ə bölünür. Yəni 2'yə bölünən deyəndə qaydanı yazmıram, sadəcə yazıram 2'yə. 2'yə bölünən deyəndə o zaman yazacağım nə? Məsələn, nümunə deyək də 16, 130, 2754 olsun və s. İndi bax bunların altlarına xətt çəkirəm. 6 cüt, 0 cüt, 4 cüt və s. bəsimdir. Daha sonra keçirəm 3'ə bölünmədə. 3'ə bölünmə əlaməti deyəndə məsələn bayaqki nümunəni deyə bilərik. Artıq burada toplayanda cəmi 18 edir. 18'də yəni 1, 6, 6, 5'i toplayıram. Cəmi 8 edir və bu ədəd tam dəqiqliklə 3'ə bölünür. O zaman həmin 1665 də 3'ə bölünür. Bu o deməkdir. Rəqəmlərini toplayıram. Əgər 3'ə bölünürsə bu ədəd 3'ə bölünür. Məsələn olsun 192. 192 rəqəmlərini toplayanda bu da elə 12 eləyir. 12 elirsə 12 3'ə bölünür deyə həmin 192 ədədi də mütləq şəkildə 3'ə bölünəcək. Keçirəm 4'ə bölünmə əlamətinə. Nə dedi? Rəqəmlərinin son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4'ə bölünürsə, bu ədəd 4'ə bölünür. Ya da son 2 rəqəmi 0 olarsa, məsələn 1000 olsun. 1000'in son 2 rəqəmində 0 var. Demirəm ha, sadəcə 2 dənə 0 olsun. Sadəcə sonunda 2 dənə 0 mütləq olsun. Ondan əlavə nə olarsa, o heç. Daha sonra, məsələn, yazaq belə bir şey. Aha. Son 2 rəqəmlə əmələ gətirdiyi ədəd 64'dür. 64 4'ə bölünür deyə avtomatik 2764 də mütləq şəkildə 4'ə bölünəcək. Daha sonra 5'ə bölünmə əlaməti. 5'ə bölünmə əlaməti odur ki, sonu 0 və 5 ilə bitməlidir ki, həmin ədəd 5'ə tam bölünsün. Buna nümunə olaraq nə deyək? Məsələn 130, 155. Sonunda 0 və 5 var. O zaman bu ədəd 5'ə tam bölünür. Daha sonra 6'ya bölünmə əlaməti. 6'ya bölünmə əlaməti odur ki, həm 2, həm 3'ə bölünməlidir. O zaman bu ədəd 6'ya tam bölünür. Məsələn, bayaq yazdığımız 192. Sonu cütdür 2'yə bölünür. Toplayanda da 12 eləyir, 3'ə bölünür. Avtomatik olaraq 6'ya da bölünmüş sayılır. Başqa nümunə, məsələn, 534 olsun. 534'ə baxaq. 5 üstünə 3 gəlirəm. 8, 8 4, 12. Rəqəmlərin cəmi 12 deyə 3'ə bölünür. Sonunda 4 ilə bitib deyə 2'yə bölünür. Və 2'yə də 3'ə də bölündüyü üçün 7'yə bölünür.
Daha 7 neydi? 6'ya bölünür. Sonra 7'yə bölünmə əlaməti isə əslində çox belə uzun uzadıdır. Yeni keşflər hər dəfə çıxarılır, amma o qədər fərqli metod var, amma o metodları öyrənməkdənsə həmin ədədi 7-yə bölməyiniz daha çox məsləhətlidir deyə düşünürəm. Daha sonra 8-ə bölünmə əlaməti. 8-ə bölünmə əlaməti odur ki, sonu 3 0 ya da son 3 rəqəmini əmələ gətirdiyi ədəd 8-ə bölünürsə, bu ədəd 8-ə tam bölünür. Məsələn, bayaq dediyimiz 1000. Sonunda 3 dənə 0 varmı? Var. O zaman bu ədəd 8-ə tam bölünür. Və yaxud da belə bir ədəd olsun. 32.000. Bunun da sonunda 3 dənə 0 var, bölünür. Ya da 2008 olsun. 2008 bu demək deyil, yəni sonu 8 ilə bitir ha. Yəni sonundakı 3 rəqəm, yəni 008, 8 var da, yəni belə deyək sadəcə. Sıfırlar oxumur və 8 8-ə bölünür deyə bu ədəd də 8-ə tam bölünəcək. 9-a bölünmə əlamətindən danışaq. 9-a bölünmə əlaməti 3-ə bölünmə əlamətinin qaydası ilə çox bənzərdir. Yəni 3'ə bölünmədə deyirik rəqəmlərinin cəmi 3'ə bölünsün. Burada isə rəqəmlərin cəmi 9'a bölünsün. Yəni amma indi bir fərqlilik var. Məsələn bax burada 27. 27 rəqəmlərin cəmi 9 edir və 9'a da bölünür. Ya da məsələn 760 olsun 5. 765 cəmi 18 eləyir toplayanda və 18 9'a bölünür. Amma bir qayda var. Yadınızda saxlayın ki, bütün 3'ə bölünən ədədlər 9'a bölünmür. Bütün hamısı da yəni. Amma 9'a bölünən bütün natural ədədlər 3'ə mütləq şəkildə bölünür. Bəs bu nəyə görə belə deyirəm? Məsələn, düşünün rəqəmlərin cəmi. Bax, bura toplayıram 1 ilə 2-ni. Elədimi 3? Rəqəmlərin cəmi ilə 3'ə bölündü demək deyil ki, 9'a da bölündü. Rəqəmlərin cəmi 3'ə bölünənlərin hamısı 9'a bölünmür. Bəziləri bölünür. Hər 3 dənədən biri belə deyək. Amma rəqəmlərin cəmi 9'a bölünən avtomatik 3'ə də bölünür. Çünki 3 elə 9'un vuruğudur. Daha sonra keçək 10'a bölünmə əlaməti. 10'a bölünmə əlaməti deyəndə sonu 0 ilə bitirsə, demək həmin ədəd 10'a bölünür. Məsələn 500, 450 və s. Sonu 0 ilə bitsin kifayətdir. Daha sonra 11'ə bölünmə əlaməti də var. Çox da tez-tez qarşımıza çıxmır hesablamaq üçün. Amma belə bir şey deyək. Məsələn, A1, A2, A3, A4, A5, bu da olsun A6. Düşünün ki, bu formada bir ədəd verilir. Və hətta bilməm heç sonu hara gedir bunun. Məsələn, bu ədədlərdə nə edirlər? Təkləri, yəni A1-i, A3-ü, A5-i və s. topladım. Sonra bundan çıxıram. Cüt sayda duranları A2, A4, A6 və s. Bunları çıxıram. Əgər cəm 0 ya da həmin cəm 11'ə bölünürsə, o zaman həmin bu ədəd də 11'ə bölünür. Yəni çox da rastınıza çıxan deyil, amma bilmiş olun. Daha sonra 11'ə bölünmən dedik, 12'ə bölünmə əlaməti. 12'ə bölünmə əlaməti həm 3'ə, həm 4'ə bölünməsidir. Yazıram burada artıq məncə başa düşdünüz. Həm 3, həm də 4'ə bölünməlidir. Daha sonra 15'ə bölünmə əlamətində həm 3'ə, həm 5'ə, 18'ə bölünmə əlamətində həm 2'ə, həm 9'a bu formada bölünməlidir. Amma indi əlavədən bir şey deyim sizə. Bəzən uşaqlar deyir ki, bəs niyə 2 ilə 6 olmadı? Yəni 3 vur 4 də 12 eləyir, 2 ilə 6 da 12 eləyir. Amma yadınızda saxlayın ki, həmin o istədiyimiz hansı ki ədədlər var, deyirik qoy bu 2 ədədə bölünsün. O ədədlərin özü belə bir-birlərinə qarşılıqlı sadə ədəd olmalıdır ki, indi də o anlayış haqqında sizə ətraflı məlumat verəcəm. Yəni bu qarşılıqlı sadə olmasa olmaz. Çünki gəlin belə düşünək də, məsələn 18. 18 demək 2'ye də bölünür, 6'ya da bölünür, düzdürmü? Amma 12'ye bölünmür ki tam. Amma 24, 2'ye də bölünür, 6'ya da bölünür. Amma bu bölündü. Demək həmişə olan bir şey deyil. Ona görə də tutan vaxtı var, tutmayan vaxtı var. Ona görə ən vacibi yadda saxlamaq lazımdır ki, həmin hansı ədədlər olur olsun. Məsələn, düşünün ki, öz-özümə deyirəm ki, 24'ü. Bax, məsələn, 24'ü düşünürəm. Deyirəm 24 hansı, qoy hansı 2 ədədə bölünürsə avtomatik bilim ki, bu 24'ə bölünür. O heç zaman 2 12 ola bilməz. Çünki 12 ilə 2 qarşılıqlı sadə deyil. Həmçinin
3 ilə estağfurullah 4-dən 6 da ola bilməz. Çünki 4-dən 6 hər ikisi 2-yə bölünür. Qarşılıqlı sadə deyil. Demək bu mütləq şəkildə 3 və 8 olmalıdır ki, 3 və 8 bir-birinə qarşı qarşılıqlı sadə ədədlərdir. Əlavədən bir dənə də bölünmə əlaməti ilə əlaqəli bir dənə də bir şey deyim. Bu da 25-ə bölünmə əlamətidir. Yadınızda saxlayın ki, sonu 2 dənə 0, bu altına xətt çəkirəm. 25, 50 və 75 ilə bitən bütün ədədlər 25-ə tam bölünür. Nə oldu? Sonu 0, 0, 25, 50 və 75 ilə bitən bütün ədədlər 25-ə tam bölünür. İndi isə keçək qalıqlı bölməyə. Demək, qalıqlı bölmə deyəndə, yəni A bölünsün B bərabərdir C, qalıq əvəzinə də R yazıram burada. Demək, yadda saxlayaq ki, A bölünəndir. B böləndir. C natamam qismətdir. R isə qalıqdır. Demək, belə də yaza bilərik. A bölünsün B, burada C, burada isə qalıqda R. Və indi burada əsas məsələ nədir? Həmişə yadda saxlayın ki, yəni vacib qeyddir suallarda, yəni DİM-in suallarında çox, DİM kitabında çox belə suallar var. Demək, həmişə yadda saxlayın ki, qalıq kiçikdir böləndən. Demək, qalıq nədir? Böləndən kiçikdir. Əgər mənə deyilir ki, ədədi 8-ə böldükdə alınan qalıqlar neçədir? O zaman olacaq 1, 2, 3, 4, 5, 6, 7 ola bilər, 8 ola bilməz. Daha sonra, əgər ki, biz burada düşünün ki, bizdən bölünəni istəyirlər. Əgər bölünəni tapıramsa, o zaman A bərabərdir B-ni C-yə vurub üzərinə qalığı gəlirəm. Yəni, bölən ilə natamam qisməti vurub üzərinə qalığı gəlirəm. Yox, əgər bizdən B-ni istəyirlərsə, o zaman A-dan çıxıram R-i, sonra bölürəm C-yə. Eyni zamanda C-ni tapın desələr, A-dan çıxıram R-i, o zaman da bölürəm B-yə. İndi isə danışaq sadə və mürəkkəb ədədlərdən. Sadə və mürəkkəb ədədlər. Demək, sadə ədədlər yalnız 2 böləni olan ədədlərdir. Demək, sadə ədədlər nə oldu? Demək, sadə ədədlər nə oldu? Yalnız 2 böləni olan ədədlər idi və həmin o 2 bölən də birə bölünməyi və özünə bölünməyidir. Demək, sadə ədədlər nə oldu? Birə və özünə bölünən ədədlərdir. Demək, sadə ədədlərimiz 2, 3, 5, 7, 11, 13 və s. belə davam edir. Amma yadda saxlayın ki, bəzən təkliflərdə verirlər ki, verilənlərdən hansı doğrudur və yaxud da yanlışdır və şərtlərdən birində yazıb ki, bütün sadə ədədlər tək ədədlərdir. Xeyr, elə olmamalıdır. Cümləsinə belə olmalıdır. 2-dən başqa bütün sadə ədədlər təkdir. Sadə ədədlər tək ədədlərdir. Yəni, orada 2 və 2-yə görə olmaz. Amma çox vaxtı yazırlar. Hə, hamısı təkdir. Amma mütləq şəkildə 2-dən başqa bütün sadə ədədlər deməlidirlər. Gəldik mürəkkəb ədədlərə. Mürəkkəb ədədlər. Mürəkkəb ədədlərdə isə normalda şagirdlərin çox istifadə etdiyi bir şey var. 2 və daha artıq. Yəni, bu düzü Azərbaycan dilində mürəkkəb sözlərdən olan qayda ilə oxşadırlar deyə elə dilləri öyrəşib. 2 və daha artıq böləni. Xeyr. Burada isə 2-dən artıq. 2-dən artıq böləni olan ədədlərə deyilir. Çünki 2 dənə bölən olan onsuz da sadədir. 2-dən artıq bölən olmalıdır. Yəni 4, 6, 8, 9 və s.
Bunları indi altından qeyd edirəm. Məsələn, 1'ə bölünür, 2'yə bölünür, 4'ə bölünür. Burada 1'ə bölünür, 2'yə bölünür, 3'ə bölünür, 6'ya bölünür. 8'də demek 1'ə bölünür, 2'ye bölünür, 4'ə bölünür ve 8'ə bölünür. Daha sonra keçək indi isə 9'a. 1'ə, 3'ə və 9'a. Fikir verilirsə 2'dən artıqdır bölənlərin sayı. Ona görə də bunlara deyilir mürəkkəb ədədlər. Bəs indi danışaq qarşılıqlı sadə ədəd nədir? Qarşılıqlı sadə ədəd ortaq böləni 1'ə bərabər olan ədəd deməkdir. Bunun isə bəzilərini şifahi olaraq, yəni qısa, konkret yolları var tapmağın. Amma əlbəttə ki, digərlərini məcburuq ki, biraz daha fərqli rəqəmlər, ədədlər olanda məcburuq ki, bunun bir düşünək. Amma ən əsas bizdə bilməyimiz lazım olan şey nələrdir? Məsələn, düşünün ki, ən qısa, konkret olan hansılardır? Məsələn, ardıcıl ədədlər. Ardıcıl ədədlər mütləq ki, qarşılıqlı sadədir. Məsələn, 3, 4, 51, 52. Bunlar qarşılıqlı sadədir. Və yaxud da ardıcıl təklər. Ardıcıl tək yəni ədədlər nəzərdə tuturam. Ardıcıl təklər məsələn 3, 5 və yaxud da 51, 53. Məsəl üçün. Bu da oldu ardıcıl təklər. Amma ardıcıl cüt demirəm. Çünki cütlərin hamısı ən azından deyəndə onların hər ikisi 2'yə bölünür. Çünki ardıcıl cütdürsə cütlər də 2'yə bölünür. Daha sonra ya da ki hər ikisi fərqli sadə ədəd olarsa. Bu da ola bilər. Sadə ədəd olarsa. Yəni məsəl üçün 11 və 13. İkisi də sadədir. Demək, həmçinin də bunlar qarşılıqlı sadə sayılırlar. Bunlar ən belə qısa, konkret olan hallarıdır. Amma digərlərindəki özümüz onsuz da tapmalıyıq. Məsələn, 1-dən olanlar. Əgər qarşılıqlı sadə ədədlərin cütlərindən biri 1-dirsə, digəri ilə hansı ilə nə iləsə birləşsə, yenə də bu qarşılıqlı sadə ədəd sayılır. Əlavədən bir də burada qeyd eləyək. Orada yer qalmıyor. Aşağıda qeyd eləyək. Yadınızda saxlayın ki, 1 nə sadə, nə də mürəkkəb ədəddir. Mürəkkəb ədəddir. Aha. İndi isə gəlin keçək natural bölənlərin sayı, tam bölənlərin sayı, bu düsturları öyrənək. Demək, əvvəla natural bölənlərin sayını tapmaq üçün birinci natural ədədi sadə qruplara ayırmaq lazımdır. Demək, və düstur necə olur? Birincisi başlayaq yazaq ki, bir A ədədi olsun. Bu bərabərdir A-nın üzəri n, B-nin üzəri m, C üzəri k. Yəni natural ədədi qüvvət şəklində yazırıq. Ondan sonra natural bölənlər deyəndə n bərabərdir. Dərəcədəki n üzərinə 1, m-in üzərinə 1 və k-nın üzərinə 1 gəlirik. Və bunların hasilini tapırıq. Buradakı n, m, k-nı fərqli rəngləyirəm ki, daha belə gözünüzə çarpsın ki, nə edirik, necə tapırıq. İndi keçirəm tam bölənlərin sayına. Tam bölənlərin sayı deyiləndə isə yenə A bərabərdir A-nın üzərində n, B-nin üzərində m, C üzərində k-dır. Və burada isə ya yazmalıyıq 2 vurulsun n, yəni t bərabərdir. Tam bölənlərin sayı naturalın 2 mislidir. Çünki
Mesela üçün 8'in natural bölənləri nə oldu? 1, 2, 4, 8 düzdürmü? Tam bölənləri olanda bir də onun əksi. Yəni 1 isə -1, 2 isə -2, 4 isə -4, 8 isə -8. Eyni şeylərin naturalların əksini də istəyirdik. Ona görə naturalların 2 misli. Yəni ya da 2 vurulsun balaca n plus 1, n plus 1 vurulsun k plus 1 şəklində yazılır. Daha sonra isə bizə vacib olan bir şey də var ki, məsələn deyirəm A-dan kiçik A ilə qarşılıqlı sadə ədədlərin sayı. Demək, əvvəla gəlin buradakı qeydlərimizi rəngləyək. Düstur hissələrini deyirəm. Bunları əzbərə yadda saxlaya biləsiniz deyə. Yadınızda olsun. Aha. İndi isə gəlin danışaq. A-dan kiçik A ilə qarşılıqlı sadə ədədlərin sayı. Məsələn, düşün ki, 120 verilib mənə ədədlərdən və mənə deyirlər ki, 120-dən kiçik 120 ilə qarşılıqlı olan sadə ədədlərin sayını tap. Yəni biz həmin indi yazacağım düsturu bilməsək, yəni düstur budur. Birinci əvvəl yazaq A bərabər A üstü N, B üstü M, C üstü K. Buradan A'dan kiçik A ilə qarşılıqlı sadə ədədlərin düsturu böyük K ilə hesablanır. K hərfini işarə edirik. Yazıram böyük A-nın özü vurulsun. 1 çıxılsın 1 böl A. 1 çıxılsın 1 bölünsün B. 1 çıxılsın 1 bölünsün C. Bu düsturdan istifadə edərək tapılır. İndi isə gəlin baxaq nəyə. Buna aid bir nümunə göstərməyə. Məsələn, bayaqları dediyim nümunə. 120 ədədinin natural, tam bölən, natural tam bölən, bir də qarşılıqlı sadə ədədlərin sayını tapın. Sayını tapın. İndi burada artıq biz nə edəcəyik? Birinci yazıram 120-ni dedik axı sadə vurğulara ayırırıq. Sadə vurğulara bu formada ayırırıq hamısını yazıram. Əvvəla sadə vurğu da deyəndə bayaqlar sadə ədədləri saydıq. 2, 3, 5, 7. Yəni biz bunlara bölməliyik. Orada 4-ə falan bölə bilmərik. Yəni 4-ə bölən ədəd 2-lərə bölünür deməkdir. Demək 2-yə bölürəm, qalır 60. Yenə 2-yə bölünür. Çünki yenə də cütdür, eləyir 30. 30 da cütdür, yenə 2-yə bölünür, qalır 15. 15 artıq təkdir, 2-yə bölünmür, 3-ə baxırıq ki, bölünür. Sonra eləyir 5. 5-ə də 5-ə bölürəm 1 və yekunlaşdı. İndi 120-ni sadə vurğuların hasili şəklində yazıram. Yəni qüvvət şəklində hətta. Bax 2-lərdən 1, 2, 3 dənədir. Yəni 2-nin kubu. 3-dən 1 dənədir, 5-dən 1 dənədir. Əgər mən natural bölənlərin sayını tapıramsa, dərəcələrinin üzərinə 1 gəlirəm. Dərəcələri baxın, bax buradakılardır. Və o zaman yazıram. 3 üstə gəlsin 1. Sonra o birisi 1 üstünə 1. Bir də digər bir üstünə 1 gəlirəm. O da eləyir 4 vur 2 vur 2. Yəni 16. Tam bölənlərin sayını tapsam. Yəni 2-ni vuraram elə hazır natural bölənlərin sayını. Yəni 16-ya 32 dənə tam böləni olmuş olur. Və K-sını tapaq. Yəni 120-dən kiçik 120 ilə qarşılıqlı sadə ədədlərin sayını tapaq. O zaman K bərabərdir. Demişdik A ədədi. A'mız buydu da. Çünki düstur beləydi axı. Baxın. Elə belə yazıram. Bax A bərabər A üzəri N, B üzəri M, C üzəri K. Yəni yuxarıdakılar NMK-da, aşağıdakılar A, B, C-dir. Bu isə böyük yalnızdır. Və başlayaq qeyd edək. Yəni 120 vuraq. 1 çıxılsın 1 bölək A, yəni 2. 1 çıxılsın 1 bölək 3. 1 çıxılsın 1 bölək 5. İndi isə gəl hesablayaq. 120 vuraq yazıram. 1-dən 2-də 1 çıxanda, yəni əgər bilməyənimiz varsa içinizdə belə eləyə bilərik. Məsələn, 1-dən sonra görəm 2 gəlir. O zaman bunu 2-də 2 kimi götürək. 2-də 2-dən 2-də 1 çıxanda qaldı 2-də 1. Bu məxrəc 3 isə 3-də 3 kimi götürək. O zaman 3-də 3-dən 3-də 1 çıxanda 3-də 2.
birlər ha bu formada götürüyor. Burada da məxrəc 5-dir deyə 5-də 5 yazdım və çıxıran 5-dən 4 qalır. Onsuz da kəsirlər dərsində bunun haqqında ətraflı məlumat vermişəm. Baxa bilərsiniz oradan. Demək, ixtisarlarımı aparıram. 120 3-ə bölünür 40. 5-ə isə bölünür 8. Sürətə qaldı 8, 1 və 4. 32. Demək, 120 ədədindən kiçik və 120 ilə qarşılıqlı tamına 32 dənə ədəd var. Və ən son qaldı əbob və əkob məsələləri. Əbob ən böyük ortaq bölən deməkdir. Əbob yazaq burada. Demək, əbobun tapılma qaydası ilə bağlı, yəni bunun qayda falan formasını deməyəcəyik. Sadəcə elə misalla nümunə göstərəcəm ki, siz o nümunələrdən rahatlıqla hər şeyi tapa biləsiniz. İki fərqli üsulda göstərəcəm. Hansı sizə xoşdursa, həmin formada öyrənərsiniz. Ən sadə versiyalarını, sonra isə əbob və əkobun bütün düsturlarını, qısa şəkildə həll olunma düsturlarını bir-bir sizə deyəcəm. Demək, ilk olaraq baxaq nəyə? Məsələn, düşünək ki, bizə veriblər əbob 48, 80 və 160 olsun. Başlayıb birinci 48-i vuruqlara parçalayırıq. 2-yə bölünür. Cütdür çünki. Eləyir 24. Yenə 2-yə bölünür. 12. Yenə 2-yə bölünür. 6. 2-yə bölünür. 3. 3-ü də 3-ə bölürəm. 1. Daha sonra keçirəm 80-ə. 2-yə bölürəm 40. 2-yə bölürük 20. 2-yə bölürük 10. 2'ye bölürük 5, 5'i 5'e 1 ve 160. 2'ye bölürük 80, 2'ye bölürük 40, 2'ye bölürük 20, 20'ni de 2'ye bölürəm 10, 10'u da 2'ye 5, 5'i de 5'e 1. Birinci variantım nədir? İlk variant olarak məncə hamı da elə bu formada öyrənir ki, ortak olanları seçirəm. Üçündə də burada 1, 2 var. Yazıram 2 vuraq. Bu birincimiz. Yenə 1, 2, 3. Üçündə də o 2 var. Yenə vururam. Burada da 1, 2, 3. Bu 2 də hamısında var. Vururam. Bu birisi 2 də hamısında var. Vururam. Və. Burada 3 var. Digərlərində 3 yoxdur. Və yaxud da bunlarda 5 var. Digərlərində yoxdur. Ona görə artıq olanların əbobu sayılmır. Cavab elədir 16. Amma bu birinci üsulumuz. İkinci üsul nədir? Mən necə yazıram? Yazıram 48 bərabər. İndi baxıram 2-dən 4-dən də yazıram. 2 üstü 4. Və 3 üstü 1. Daha sonra 80'i yazıram. 2-dən yenə 4 dənədir. 5'dən 1 dənə. Və 160 2-dən 5 dənədir. 5'dən isə 1 dənədir. Əbobu tapanda, belə deyək, əbob uşaqların gözündə cavab ən böyükdür deyə elə bilirlər, bəli, cavab böyük olacaq. Amma ən böyük böləndir axı. Böləndir, bölünən deyil. Bölən olduğu üçün elə ki, bu daha belə balaca şeyləri götürür. Yəni, eyni deyir, qoy vuruqlarım eyni olsun. Hamısında eyni olan vuruqlar 2'dir. Bax, 2 hamısında var. Amma 3 48'də varsa 80-lə 160'da yoxdur. 5 də 80-lə 160'da varkən 48'də yoxdur. Demək, bunların ortaq vuruğu 2'dir. Əbob yenə dedim, adı böyük görünsə də böləndir, kiçik olur. Ona görə dərəcələrə baxıram. Yəni 2'nin dərəcələrinə baxanda burada 4 dənə, burada 4 dənə, burada 5 dənədir. Yəni ən az sayda olsun. Məsələn, yəni nəyə görə ən az deyirəm? Misal üçün düşünün ki, getmişik bir marketə, hamımız eyni dondurmanı almaq istəyirik. Hamınızın pulu yetərincə var, ala bilirsiniz, amma məndə sadəcə 1 manatdır. Və sözləşmişik ki, eyni qədərdə, yəni eyni məbləğdə olan dondurmadan alacaq. Nə edirik o zaman? Başlayırıq, 1 manatlıq bir şey seçməlisiniz. Deyil eləməlisiniz ki, mənim də pulum çatsın, düzdürmü? Demək, burada da 2'dən 4 dənə, 4 dənə, birində 5 dənə. Demək, 5 dənə olan 4 dənə ayaq uydurur. Amma demişkən, mən burada səhv yazmışam. Demək, 4 dənə yazmalıyam. 2 üstü 4, bu da elədir. 16, belə də tapa bilərik. Keçirəm indi, əkobda da eyni söhbət var. Ən kiçik ortaq bölünən. Yəni əkob. Demək, burada həm
həmişə nə deyirəm? Yenə də uşaqların fikir verdiyi bölən deyil də ən böyük, ən kiçik sözüdür. Buradakı ən kiçik sözünə aldanmayıb yadda saxlayaq ki, ekop ən lor dilidir. Ac gözdür. Ac gözdür. İndi gəlin bu situasiyaya baxaq. Düşünün ki, bayaqki ədədləri bura kopyalayıram. Aha. Və indi baxaq sizdən nəyə? Burada diqqət eləyək. Birincisi, ekop 48, 80 və 160'da. Nə dedi? Dedi ki, acgözdür, düzdürmü? Acgözdür deyə 48, 80 və 160'dan ən böyüyünü götürür, yəni 160'ı. 160'ı götürəndən sonra, yəni belə deyək də, bunun üstünə bir xət çəkirəm ki, bunu götürmüşəm, tabi getdi. Amma baxıram ki, burada 5 qalır, 5'i istifadə eləməmişəm. Düzdür? Bir də burada 3 qalır, o 3'ü də götürməmişəm. Amma bir şey var ki, o 5 burada var. Bu 5'dən burada götürübdür, ekop daha. Bu 5'dən götürüb, geriyə sadəcə qalır 3. Və yekun cavab eləyir 480. Bu birinci üsulumuzuydu. Burada yazaq birinci üsul. İndi mən şagirdlərə tövsiyə elədim ikinci üsul nədir? Çünki yəni o ikinci üsulu niyə deyirəm? Çünki uşaqlar belə tipli misallarda özünü itirirlər. Mən bilirəm, yazmadım. Çünki o 5'i burada istifadə eləmişəm. Amma uşaqların o ağlına gəlmir. Mən nə edirəm ikinci üsul olaraq? Demək yenə yazıram bu ekop 48, 80, 160'ı. Sonra isə başlayıram. 48, 2 üstü 4, 3 üstü 1 idi. 80, 2 üstü 4, 5 üstü 1 idi. 160 ise 2 üstü 5, 5 üstü 1 idi. Ekop dediği nedir? Acgözdür. Ve ebob deyir eyni vuruqlar. Kimizdə də 2 vardı, 2'ni götürdü. Hamısında 2 vardı, o sadece 2'ni götürdü. Ama ekop əksinə. Bütün vuruqlardan istəyir. Bütün vuruqlar dediyimizdə baxın 2'lərdir. 3'lərdir və 5'lərdən söhbət gedir. Yəni fərqli vuruqlar deyirəm də. Yəni hamısını götürür. Həm 2'dən, həm 3'dən, həm 5'dən götürür. Bu heç. Və keçir nəyə? 2'lərin də içinə baxır. Ən çox hansıdır? Ən çoxu 5'dən olandır. Düzdür? 2'dən 5 dənə götürür. Keçir 3'dən elə bir dənə idi, bir dənəni götürdü. 5'dən də orada da bir dənədir, burada da bir dənədir. Hər hansı birini götürür. İkisində yox ha. Birində 2, birində 1 olsaydı, hə birini götürəcək. Estağfurullah, 2 dənə olanı götürəcəkdi. Amma indi ikisində də bərabər paydadır. Və eləyir 32 vur 3 vurulsun 5. Bu da eləyir yenə 480. Bu formada hesablaya bilərsiniz. Yəni hər iki üsul da doğru nəticəyə gəlib çıxır. İndi isə gəlin ebob və ekobun düsturları var. O düsturlardan istifadə edək. Onları öyrənək. Bunlar nələrdir? İlk olaraq ebob AB vuraq ekop AB. Bu elə A vurulsun B deməkdir. Yəni düşünün ki, bizə deyirlər ebob nümunəsində yazıram yanına 25 və 4 olsun. Vuraq ekopda da eyni şey deyir. 25 və 4. Bunları yəni ebob və ekop eyni ədədlər, yəni hər ikisində AB-dirsə və bunların hasilini istəyirsə hesablamağa ehtiyac yoxdur. 25'i vururam 4'ə, cavab 100. Bu formada tapılır. Daha sonra digər düstur. Əgər deyirlər ki, ebob AK və BK bu formada yazılırsa, buradan ortak vuruq K'dır, K çölə çıxır, yəni K vurulsun. Ebob A, B. İndi hələ ki saxlayıram bunu. Onsuz da yerimiz var yazmağa. Sadəcə bir məqam var. Gəlib onu deyəndən sonra qayıdıb orada göstərəcəm sizə. Eyni zamanda əgər ekop A, K, B, K verilsə, yenə K çıxır çölə. Olur indi də ekop A, B içəridə. Bunları hələ ki yenə deyirəm, saxlayıram. Daha sonra
Sizlə öyrənək belə bir düstur. EBOB A, B'nin bərabərdir. Kök altında A vurulsun B bölünsün C'ye. EKOB AB bərabərdir. Kökün altında A vur B vur C'ye. Daha sonra digər düsturlardan hansı qaldı? Sonra C bərabərdir. EKOB AB bölünsün EBOB AB. Demək, indi gəlin bunlar haqqında əlavə bir neçə düstur var. Onları sırayla yazım sizə. Əgər A ədədi B'nin böləni olarsa, əgər A ədədi B'nin bölənidirsə, o zaman EBOB AB bərabərdir A-ya, EKOB AB bərabərdir B-yə. Yəni A B'nin bölənidir. A böləndir. Yəni A EBOB-dur. B o zaman bölünən olur. O da EKOB-umuzdur. Buna nümunə olaraq məsələn deyirəm ki 3 ədədi 18-in bölənidir. Olarsa EBOB və EKOB-u tapın. Tez deməlisiniz EBOB AB bərabərdir 3-ə. EKOB AB yəni AB yazmayaq da artıq 3 və 9-dan söhbət gedir. 3 və 18-dən söhbət gedir. 3, 18. Bunların EKOB-u isə eləyəcək 18-in özü. Daha sonra əgər A və B qarşılıqlı sadə olarsa, sadə ədəd olarsa, o zaman EBOB AB qarşılıqlı sadə dedik axı. Qarşılıqlı sadə ədədlərin EBOB-ları 1-ə bərabərdir. Yəni ortaq bölənləri yoxdur. Yəni hətta yoxdur deyəndə 1-ə bərabərdir. EKOB AB-də isə onların hasilinə bərabərdir. Yəni A vurulsun B-yə bərabərdir. İndi bax göy qələmlə mən burada göstərirəm sizə. İndi bax biz nə edirik? Ortaq vuruq kayda çıxardıq çölə. O zaman bunlar qarşılıqlı sadə sayılır. Yazıram qarşılıqlı sadə. Qarşılıqlı sadə olduğu üçün K vurulsun, yəni 1. EBOB-ları 1 idi. Bax burada qeyd eləmişdik. O zaman bərabərdir K-ya. Keçirəm EKOB-a, K vurulsun. Yenə bu əlbəttə ki, ortaq vuruq nə idisə, EBOB-lar nə idisə çıxartmışıqsa çölə, o zaman bu qalır qarşılıqlı sadə. O zaman olur K ilə vurulsun A, vurulsun B. Bu da elə K, A, B kimi yazılır. Bəs C nədir? C ortaq olmayan sadə vuruqların hasili deməkdir. Məsələn, belə bir nümunə yazaq. Olsun 24 və 36. Demək 2'ye bölünür 12, 2'ye bölünür 6, 2'ye bölünür 3, 3 de 3'e 1. 2'ye bölünür 18, 2'ye bölünür 9, 3'e bölünür 3, 3'ü de 3'e 1. Gel eynilərini işarələyək. Bax, 2'lər burada da var və bir dənə də 3 var. Düzdürmü? Demək, sadə vuruqların hasili deyəndə C nəyə bərabərdir? Ortaq olmayanlar. Onları isə qara ilə idarə edirəm. Ortaq olmayan buradakı 2 var və 3 var. Yəni 2-ni 3'ə vururam. Cavab 6. Yox, digər üsulla isə C bərabərdir. Demək, belə eləyək də 24'ü yazaq. 2-dən 3 dənədir. 3'dən 1 dənə. 36 isə 2'dən 2 dənə. 3'dən 2 dənə. Biz də bayaq demişdik ki, yuxarıda ortaq olmayan sadə vuruqların hasili, yəni C bərabərdir EKOB-un EBOB-a nisbəti. EKOB-u tapanda demişdik, EKOB acgözdür. 2'dən də 3'dən də istəyir. Hərəsinin də ən böyük dərəcəsi. Burada 2'lərdən ən çoxu, baxaq. Bax, bu 2'lərdən ən çoxu 3'dən olandı. 3'lərdən isə ən çoxu 2'dən olandı. Demək, yazıram.
burada 3, burada da 2. Bu isə eynilərini istəyir. Bəli, ikisində də 2 də var, hər ikisində 3 də var. Amma ən azını istəyir. Yəni burada 2 dənə, burada da 1 dənə. Demək, ixtisar apara bilərəm ümumi. Burada 3 dənədən də bu ikisi getdi, qaldı. Yenə 2 vurulsun 3, yenə 6. Yəni hər ehtimalda, hər tərəfli olsa da yenə gəlib eyni cavaba çıxır. Video sizə faydalı oldusa, YouTube kanalıma abunə olmağı və yeni videolar qaçırtmamaq üçün bildirişləri aktiv etməyi unutmayın. Riyaziyyatı dərindən öyrənmək, əsasən başa düşərək, dərk edərək və maraqlı situasiyalarla öyrənmək istəyirsinizsə, hazırlıq qruplarıma qoşula bilərsiniz. Ətraflı məlumat almaq və yerinizə bron etmək üçün 070 826 51 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.